İnsan taleylərinin yarımçıq qaldığı repressiyalar dövrü Azərbaycan və Litva xalqlarının tarixində eyni ağrı ilə yazılmış səhifələrdir. Mikail Müşfiq adına 18 nömrəli tam orta məktəbdə bu ortaq tarixi yaddaşın gənc nəsil arasında tanıdılması məqsədi ilə tədbir keçirildi. Çıxışlarda repressiya qurbanlarının faciələrinin bütöv bir xalqın ağrı və müqavimət tarixini əks etdirdiyi vurğulandı, onların xatirəsinin yaşadılmasının vacibliyi diqqətə çatdırıldı. Tarixi yaddaş həm öz ölkəmizin, həm də dost xalqların keçmişini anlamağın əsas təməlidir. Buna görə də Litva və Azərbaycanın paylaşdığı faciəvi səhifələri birlikdə yad etməsi çox vacibdir. Xalqlarımız arasında bu həmrəyliyi qorumaq müstəqilliyimizi gücləndirir və gələcəyimiz üçün möhkəm bir əsas yaradır. Həbs olundu və Kaunas həbsxanasına atıldı. 1941-ci ildə Məktəblilərin təqdim etdiyi ədəbi bədii kompozisiyalarda Litvanın görkəmli dövlət xadimlərinin taleyləri səhnələşdirildi. Litva dövləti müstəqilliyə xıra imza atmışam. Litva hökumətini formalaşdırmışam. Mikail Müşfiq və Dilbər Axundzadənin birlikdə canlandırıldığı səhnə isə dərin emosional təsir yaratdı. Şahisi, sizi nə gəlməlisən? Əksiyonların fəaliyyətinizə görə həbs olmuşlar. Ama hiç kime pislik etmeyeyim. O yalnız şehir yazı. Yok, sen programlarla düşürdün. Mikail Müşfiq vaxtı ikən zamanında bu məktəbdə dərsləyib, bu məktəbin uşaqlarına dərsləyib. Və bu dəhlizlərdə Müşfiqin ayaq izləri var, Müşfiqin nəfəsi var, Müşfiqin ruhu var. Və çox vacibdir ki, məktəblilər, bizim gələcəyimiz olan gənclər, Mikail Müşfiq şəxsiyyətini, Mikail Müşfiq yaradıcılığını bilsinlər, tanısınlar. Bu gənclər üçün bir yaddaşda qalmaq üçün, bunları gələcəkdə Müşfiqin xatirəsini təbliğ etmək üçün və ümumiyyətlə bu poeziyanı bunların qəlbində sevdirmək üçün, onun yaradıcılığını tanımaq üçün çox vacibdir. Proqram çərçivəsində rejissoru əməkdar artist Rafiq Əşimov, ssenari müəllifi Səlim Babulluoğlu olan repressiya dövrünün psixoloji ağırlığını əks etdirən Sözün repressiyası sənədli filmi də nümayiş olundu. Bu imperiyada heç bir dinə yaradana yer yox idi. Yaradana mənəviyyata heç bir yer ayrılmayan nəhəng ölkədə isə böyük qanlar dökülməliydi. Litva səfirliyi tərəfindən hazırlanan videoçarxda isə Litva xalqının repressiyalar dövrü və həmin insanların taleyi təqdim edildi. Arzu Yusif, Elçin Dağıyev, Azər Məcidov, Mədəniyyət xəbərləri.